ölüm anında çox əziyyət çəkmək insanın günahkar olduğuna işarə edirmi? Yox, xeyr, işarə deyil. Məsələn, bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox əziyyət çəkdi və hətta soruşanda deyərdi ki, biz Peyğəmbərlər adi insanlardan çox əziyyət çəkirik. Niyə görə? Allah subhanahu wa ta'ala onun mükafatını çox verir deyənə, əziyyətlər də burada çox çəkilir Peyğəmbərlər. Ümumiyyətlə, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdən birində deyərdi ki, Allah subhanahu wa ta'ala bir bəndəni sevərsə, onun əziyyətini çoxaldar. Və ən çox əziyyət çəkənlər də Peyğəmbərlərdir. Sonra da onlara yaxın olanlar, yəni imanla, təqva ilə. Ona görə o ona işarə deyil. Onunla ölçmək ki, bu gülə-gülə getdi, bu nə bilim tez öldü, bu belə əziyyət çəkdi. Əksinə, yəni mömindirsə, baxmaq lazımdır onun vəziyyətinə. Mömindir, təqvalı adamdır ya yox. Əgər təqvalı adamdırsa, hətta onun çəkdiyi əziyyətlərə görə biz başa düşürük ki, bu hamısı savab yazılacaq ona. Bu çəkdiyi əziyyətlərə görə ona savab yazılacaq. Necə Peyğəmbərimizə sallallahu aleyhi və səlləm. Bu sualın yəqin ki, verilməndə məqsəd odur ki, hədis var, möminin ruhu stəkandan su tökülən kimi çıxır, kafirin ruhu isə yaşıyor. O ki, qaldı o hədisə ki, məsələn, möminin ruhu rahat çıxır və kafirin ruhu pis çıxır. Bu artıq ölümdən söhbət gedir. Ölümdən qabaq olan əziyyətdən yox. Bəli, ölüm zamanı möminin ruhu rahat çıxır. Və həmçinin kafirin isə ruhu əziyyətlə çıxır, necə gəlib hədisdə. Və lakin ölümdən qabaq o xəstəlikdir, əziyyətlərdir və s. O dediyimiz ki, mömin üçün hamısı savabdır. Kafir üçün, fasik üçün isə tezləşdirən bir əzabdır onun üçün.